Bakıda az sayıda olan iki əfsanəvi avtomobil. M5, M6, Y60, Y63. Yalnız Azadda eyni anda ola bilər. Dostlar, bu günləri bizim qonağımız Y63 qara rəngdə, amma Yeşka deyil. Y63 Kuza'da BMW M6'dır. Bunu kəsərsən. Efsanevi V10 motor, yəni 10 silindirdən olan hal-hazırda bu istehsal olunmur. Ən möhkəm motorlardan biri sayılıb vaxtında. Onun verdiyi performansı, onun verdiyi gücü və dinamikanı, adrenalini məncə təzələr verə bilməz. 20 ilin avtomobilidir, amma hələ də olan elementlər dəbdədir. Alcantara, nappa dərisi, full karbon. Düşünün ki 20 il keçib, amma yenə də öz sözlü deyil. Amma səsi nədirsə, gəlin səsini görsədək. Formula 1'in effektini verən az bir maşınlardan biri. Avtomobil bizim yanımıza gəlib bəzi detailing işlərə və kosmetik işlər üçün bizi izləmədə qalın.